Həzrəti Əli əleyhissalamın düşmənləri bizi aldatmasın. Bu günləri çox fitnə zamanıdır. Bəli, çox fitnə zamanıdır. Ehtiyatlı olun. Bu dünyanın burulğanlarında, fitnələrində bizi kimsə İmam Əlidən, İmam Əlinin yolun gedən qeyrətli kişilərdən ayırmasın. Həzrət Əleyhisselamın kəlamını deyirəm və söhbətimi yekunlaşdırıram. İmam Əli Əleyhisselam buyurur, ondan nəql edirlər, yol uzun, düşmən hiləli, dost cahil. Bəzi cahil dostlar İmam Əlini incitdilər. Bugün də bu cahillərdən. Həzrət Əleyhisselamın zülfüqar qılıncının qabağında heç kəs dura bilmədi. Amma insanların cahilliyi o zülfüqar qılıncını 25 il gününə saldı, evdə əyləşdirdi. Göndərdilər imamı quyu qazıb, xurma ağacı əkməyə. Nəyin səbəbi? Cahillik. Ona görə ehtiyatlı olaq. Son.